Salam müəllimlər, bugün müsahibə suallarımızdan bəziləri qalmışdı ki, onların da izahını verəcəm. İlk sual belə olmuşdu: müdir olmaq istərdinizmi? Yəni tərbiyəçinin psixoloji səviyyəsini, yəni daha da irəliyə getmə səviyyəsini yoxlamaq üçün belə bir sual vermişdilər. Və necə cavab vermək lazımdır? Hazırda əsas məqsədim tərbiyəçi kimi uşaqlarla birgə işləməkdir və uşaqların inkişafına töhfə verməkdir. Əgər lazım gələrsə, gələcəkdə təcrübə, biliklərimi daha da artırmaq üçün idarəçilik sahəsinə də özümü sınamağı düşünərəm. Müdir olmaq bildiyiniz kimi çox böyük bir məsuliyyətdir və bu vəzifəyə hazırlaşmaq üçün pedaqoji, psixoloji, idarəetmə bacarıqlarını davamlı inkişaf etdirməyə çalışaram. Belə cavab versəniz qənaətbəxş olar. Sonra qiymətləndirməni necə aparırsınız? Bildiyiniz kimi qiymətləndirməmiz diaqnostik, formativ, summativdir. Yəni ilkin qiymətləndirmə, gündəlik və yekun qiymətləndirmə əsasında biz uşaqların fəaliyyətini dəyərləndirərik. Uşaqları bir-biri ilə müqayisə yox, hər bir uşağın fərdi inkişafını öyrənərək özü ilə müqayisə etsək daha yaxşı olar. Və biz qiymətləndirmə zamanı müşahidədən, söhbətdən, uşağın işi və iştirakına əsaslanmalıyıq. Bizim əsas məqsədimiz nədir? Uşağı yoxlamaq yox, uşağı inkişaf etdirmək, uşağın nailiyyətini, dəstəyə ehtiyac olan sahələrini müəyyən etməyimizdir. Sonra belə bir sual düşüb: mutizm nədir? Mutizm uşağın danışıq orqanları sağlam olsa da psixoloji səbəblərə görə danışa bilməməsi və yaxud da susqun qalmasıdır. Bu halda əsasən qorxu, stres, travma və yaxud da uşağın yeni bir mühitə uyğunlaşma çətinliyi kimi emosional gərginlikdən yarana bilər. Sonra belə bir sual düşüb: əqidəli müəllim və yaxud insan necə olmalıdır? Bu çox gözəl bir sualdır. Bunu hər biriniz cavabı peşəkar bir səviyyədə verməyə bacarmalısınız. Təbii ki, əqidəli müəllim və yaxud insan öz prinsiplərinə, peşəkar, insani dəyərlərinə sadiq olan, vicdanlı, dürüst, məsuliyyətli bir şəxsdir. Və təbii ki, bağçada işləyən əqidəli müəllim uşaqların hüquqlarına hörmət etməli və uşaqları qiymətləndirərkən ədalətli davranmalıdır. Etik davranışa əməl etməli, heç vaxt zorakılığa, danlama, təhqir yoluna əl atmamalıdır. Peşəkar inkişafını davam etdirməli, yeni bilik bacarıqları öyrənməkdən çəkinməməlidir. Valideynlərlə düzgün ünsiyyət qurmalıdır, uşaqlara hörmət, dürüstlük, əxlaqi dəyərlər aşılamalıdır, uşaqlara fərdi yanaşma göstərməlidir, fərqli inkişaf tempinə sahib olan uşaqları qəbul edib dəstək olmalıdır. Sonra inkişaf sahələri üzərindən suallar veriblər. Uşaqların idraki inkişafını necə inkişaf etdirərsiniz? Təbii ki, idraki inkişafı nə idi? Uşağın təfəkkürü ilə bağlı idi. Uşaqda məsələn oyunlar vasitəsilə suallarla təşviq edə bilərəm, məntiqi təfəkkürü, tənqidi təfəkkürü işə düşə bilər. Problem həll etmə tapşırıqları verə bilərəm, əyani əməli materiallardan istifadə edə bilərəm və ən əsas uşağın fərdi marağına, temperamentinə, tempinə uyğun fəaliyyət planlamalıyam. Sonra uşağın sosial-emosional inkişafını necə inkişaf etdirərsiniz? Təbii ki, birlikdə oyunlar oynayaraq, duyğularını ifadə etməyə təşviq edərək, paylaşma bacarığını formalaşdıraram, əməkdaşlıq bacarığını inkişaf etdirərəm, valideynlərlə əməkdaşlıq yolu ilə inkişaf etdirməyə çalışaram, empatiya bacarıqlarını inkişaf etdirərəm, dərdə şərik olmaq üçün uşaqlarda empatiya bacarıqları, məsələn, sevincinə, dərdinə şərik olmasına öyrətmək lazımdır ki, uşaq sabah hər hansı bir uşağın məsələn, deyək ki, dərdinə gülməsin. Ona, belə deyim də, dəstək olsun. Burada estetik yaradıcını da soruşa bilər, fiziki inkişafı da soruşa bilər. Təbii ki, siz inkişaf sahələrinə əsasən cavab verə bilərsiniz. Uşaqların sağlamlığını necə inkişaf etdirərsiniz? Təbii ki, fiziki fəaliyyətlər vasitəsilə, gigiyena vərdişlərini formalaşdıraraq, düzgün qidalanmadır, idman hərəkətləridir, uşağın istirahətidir, yuxu rejimidir və təhlükəsiz mühitdir. Sonra belə bir sual veriblər ki, nizamnamə nədir? Mən bunu dəfələrlə qrupa göndərmişdim. Nizamnamə hər bir müəssisənin, bağçanın fəaliyyət qaydalarını, məqsədini, idarəetmə strukturunu, məsuliyyətini müəyyən edən bir rəsmi sənəddir. Bəs lisenziya nədir? Lisenziya bir bağçanın qanunla fəaliyyət göstərmə hüququnu təsdiq edən rəsmi sənəddir. Yəni, lisenziyada göstərilir ki, müəssisənin proqramı, müəllim heyəti, təhlükəsizliyi, infrastrukturu qaydalar əsasında standartlara uyğundur.
Bəs yaxşı, tərbiyəçi işləyirsinizsə hansı sənədləriniz olmalıdır? Diplomunuz olmalıdır, şəxsiyyət vəsiqənizdir, tibb arayışınızdır, iş müqavilənizdir və sair bir də sertifikatlarınızdır. Başqa tərbiyəçi sizin haqqınızda xoşa gəlməyən danışırsa nə edərsiniz? Bu da yenə təkrar suallardan biridir. Təbii ki, əvvəlcə sakit qalmaq lazımdır, obyektiv, qərəzsiz qalmalıyıq, emosiyalara qapılmamalıyıq, məsələnin səbəbini araşdırmalıyıq. Daha sonra şəxsən həmin müəllimlə danışaraq problemi həll etməyə çalışardım. Əgər nəticə olmasa, artıq rəhbərliyə məlumat verib faktlara əsaslanardım. Qrupda özünə qapanıq uşaq varsa, onunla necə işləyərsiniz? Karol Dweck'in inkişafa qapalı düşüncə tərzidir. Yəni, özünə qapanıq uşağa biz təzyiq göstərməməliyik. Əksinə, onunla maraqlanmalıyıq. Məsələn, kiçik qrup oyunlar keçirə bilərik, fərdi fəaliyyətlər təşkil edə bilərik ki, uşaqda bir pozitiv motivasiya qura bilək. Uşağın nailiyyətlərini qeyd etməliyik, uşaqda özünə inam bacarıqlarını formalaşdırmalıyıq. Sonra yenə bir təkrar sual. Səhər uşaq anasından ayrılmırsa və bağçaya girmək istəmirsə nə edərsiniz? Təbii ki, biz uşaqla elə bir mehriban davranışda olmalıyıq ki, uşaq həvəslə bağçaya gəlsin. Yəni, uşağı zorlamağa ehtiyac yoxdur. Uşağın diqqətini oyunlara, fəaliyyətlərə yönəltməliyik ki, uşaq fikrini yayındıra bilsin. Və valideyni də qısa, pozitiv şəkildə inandırmaq lazımdır ki, uşaq tədricən bağçaya yavaş-yavaş daxil olsun. Və əsas bizim məqsədimiz nədir? Uşağa təhlükəsiz bir mühit yaratmaq. Güclü zəif tərəfləriniz. Bir müəllimə düşüb ki, günorta ismin zəif tərəfləriniz hansılardır? Daha sonra yenə günorta ismin bir müəllimə düşüb ki, güclü zəif tərəfin hansıdır? Təbii ki, güclü tərəfim uşaqlarla yaxşı ünsiyyət qurmağım, empatiya bacarığım, səbirli olmağım, yaradıcı olmağım, məsuliyyətli olmağım, tənqidə açıq olmağım. Deyər ki, tənqidə açıq olmağın hansı etik davranış prinsipi ilə bağlı, deməli, siz mədəni davranışla bağlıdır. Zəif tərəfim hansıdır? Təbii ki, bir işə daha çox diqqət yetirib detallara çox vaxt sərf edirsiniz və yaxud üzərində çox işləyirsiniz. Zəif tərəflərim əsasən iş keyfiyyətinə mane olmur. Əksinə, inkişaf üçün imkan yaratmış olur. Sonra İKT, müasir dövrə əsasən suallar veriblər ki, hansı proqramları bilirsiniz? Təbii ki, interaktiv metodlara marağınız olduğunu qeyd etməlisiniz. PowerPoint proqramı, Word proqramı, Google Meet proqramı, bunlar haqqında məlumat versəniz kifayət edər. Uşağın qızdırmasını kim ölçür, hansı sənəddə qeyd olunur? Tərbiyəçi təbii ki, ölçür və sağlamlıq jurnalında qeyd olunmalıdır. Əgər yüksəkdirsə, tərbiyəçi valideynə məlumat verməlidir. Gəzinti haqqında nə deyə bilərsiniz? Və gəzinti necə olur? Gəzinti uşaqların fiziki inkişafı, sosial bacarıqları, ətraf aləmlə tanışlıq üçün təşkil olunur və kiçik qruplarla və yaxud qruplarla təşkil edilir. Əsas məqsəd nədir burada? Təhlükəsizliyə əməl etmək və oyun, müşahidə vasitəsilə uşaqların fəaliyyətini təşkil etməyimiz. Təbii ki, hər bir gəzinti jurnalda qeyd olunur və planlaşdırılmış şəkildə həyata keçirilir. 5-6 uşaq bir anda ağlasa nə edərsiniz? Təbii ki, özümü itirmərəm, sakit qalaram və uşağın çalışıram diqqətini yayındırım. Hər bir uşağa fərdi yanaşaram, hər bir uşağın fərdi tempini bilməliyəm ki, artıq onlar ağlayanda necə sakitləşdirəcəyimi bilim, çətinlik yaşamayım və fəaliyyətlər təklif edərəm. Səbirli davransam, mehriban davransam, təbii ki, qrupda sakitliyi də təmin edə bilərəm. Fəaliyyət zamanı təbii hadisə, yəni zəlzələ baş verərsə nə edərsiniz? Təbii ki, özümü heç cür panikaya salmaram, sakitliyimi qoruyaram, uşaqları pəncərədən, dolablardan, asılı əşyalardan uzaqlaşdıraram. Əgər mümkündürsə, məsələn, stolun altına və yaxud daşıyıcı divar yaxınlığına yönləndirərəm ki, təhlükəsiz olsunlar. Heç bir halda uşaqların qaçmağına icazə verməməliyəm və zəlzələ bitdikdən sonra uşaqları yavaş-yavaş təhlükəsiz vəziyyətə çıxararam. Uşaq yıxılsa nə edərsiniz? Təbii ki, uşağa sakit yanaşmaq lazımdır. Biz də təşvişə düşsək, uşaq daha da ağlayacaq. Məsələn, deyək ki, elə-belə yıxılıbdır, ağrısı yoxdur, ancaq mən daha da qorxsam, ağrımasa belə özündən ağlayacaq. Çalışmaq lazımdır ki, vəziyyəti sakit qiymətləndirək. Əgər yüngül zədədirsə, təsəlli verə bilərik, təmiz salfetlə silə bilərik. Yox, qanaxma varsa, şübhəli zədə varsa, tibb bacısına, bağça rəhbərliyinə məlumat verməliyik. Daha sonra valideynə də məlumat verilməlidir ki, uşağın təhlükəsizliyini təmin etmişəm.
Autizm nədir? Autizm təxəyyüldə pozuntu, sosial ünsiyyətdə pozuntudur, uşaqların qarşılıqlı münasibətində, davranışında çətinliklərdir. Məsələn, autizmli uşaqlarda səsi, baxışı, emosiyası da fərqli olur. Əllərini çırpmadır, eyni oyunu dəfələrlə təkrar etmədir. Və biz hər bir uşaqda burada fərqli yanaşma tətbiq edərək, vizual materiallardan, sadə tapşırıqlardan istifadə edərək ünsiyyət qurmağı bacarmalıyıq. Sonra baxın müəllimlər, belə bir sual düşüb ki, Vygotsky və Reggio Emilia yanaşmasının fərqi nədir? Belə bir sual, məsələn, Vygotsky, Piaget, Emilia Montessori, Waldorf, Fleber kimi düşə bilər. Ona görə siz hər bir nəzəriyyə haqqında qısa məlumata malik olmalısınız ki, bir-birindən fərqləndirən cəhətlərini deyəsiniz. Məsələn, Vygotsky yaxın inkişaf zonasıdır, uşağın sosial mühitidir, böyüklərlə əməkdaşlığıdır. Emilia da uşağın öz öyrənməsi, layihə yanaşmasıdır, azad materiallara önəm vermədir. Və əsasən Vygotsky-də böyüklərin rəhbəri olur, Emilia da uşağın təşəbbüskarlığı və yaradıcılığı olmuş olur. Elm guşəsi nə üçün qurulub? Yəni fəaliyyət guşələrindən də sual düşüb, mərkəzlərindən. Elm guşəsi uşaqlarda ətraf aləmə maraq oyatma, müşahidə etmə, təcrübə aparma, nəticə çıxarma kimi bacarıqları formalaşdırır. Və burada təbiət materiallarıdır, böyüdücü şüşədir, maqnitdir, bitkilər, daş, su, torpaq kimi əşyalar yerləşdirilir. Və uşaqlar da burada təbiət hadisələrini öyrənmiş olur, sadə eksperimentlər aparmış olur və dünyanı daha da dərindən dərk etməyə malik olurlar. Təbii ki, bu guşədə idraki, elmi təfəkkürün də inkişafına xidmət etmiş olur. Bu qədər. İndi bu sualların izahı PDF qrupunuza göndəriləcək. Bugün olan suallar da bu gün ərzində yığılacaq və axşam yenə sualların izahı PDF göndəriləcək.